Hər vaxtınız xeyir olsun. Satışa yeni bir şəxsi tikili həyət evi çıxıb. Zəhmət olmasa videoya sonradək baxın. Ev haqqında bütün məlumatlar video daxilində qeyd olunub. Kanalımıza abunə olmağı və videonu bəyənməyi unutmayın. Ev qeyd etdiyim kimi 3 sot yarım torpaq sahəsində inşa olunub. 4 otaqdan ibarətdir. 4 bir tərəfdən də ara məsafəsi saxlanılıbdır. Evin fasadında aqlay daşlardan və qabançıq daşlardan istifadə olunub. Yerləşmə yeri Zabrat qəsəbəsidir. Ətrafı da yaşayışdır. Həyətdə əldamı və sanitar qovşağı da var. Tam təmirli 4 otaqlı şəxsi tikili həyət evidir. Ağac və gül əkmək üçün yerdə saxlanılır. Qeyd etdiyim kimi Zabrat qəsəbəsindədir. Həyətə də bir neçə maşın rahatlıqla daxil olur. Daxil olaq evə. Bura evin dəhliz hissəsidir. Yeri istipoldur. Qeyd etdiyim kimi şəxsi özünə tikilmiş evdir. Zabrat qəsəbəsində 118B nömrəli marşrutun sonuncu dayanacağındadır. Sağda mətbəx hissəsi. Mətbəx mebeli də quraşdırılıb və sağ tərəfdə bir yataq otağı, ikinci otaq, hamam və sanitar qovşağı, aksesuarlar da quraşdırılıb. Evin hər bir şəraiti var və üçüncü yataq otağı. Girişdə sol tərəfdə isə qonaq otağı. Ev əşyalı da satıla bilər və əşyasız da satıla bilər. Tam təmirli, çox geniş həyət evidir. Zabratdadır, şəxsi tikilidir. 3 sot yarımda 4 otaqlı evdir. Qiyməti də 125.000 manat. Real alıcılar üçün də endirim olunacaq. Qiyməti yenidən qeyd edim, 125.000 manat. Bu və ya digər elanlar üçün kanalımıza abunə olmağı və videonu bəyənməyi unutmayın.